Sayıqlama pozuntusu ilə zərərvermə obsessiv kompulsiv pozuntusu bəzən oxşar görünə bilər. Məsələn, kiməsə zərər verə bilərəm düşüncəsi. Amma onların fərqləri də çoxdur. Sayıqlama pozuntusunda insan düşüncəsinin tam doğru olduğuna inanır. Zərərvermə obsessiv kompulsiv pozuntusunda isə insan düşüncənin məntiqsiz və istənməyən olduğunu anlayır, amma yenə də təkrar edir və gəlir. Sayıqlama pozuntusunda tənqidi yanaşma yoxdur. Fikri səhv olduğunu qəbul etmir. Obsessiv kompulsiv pozuntuda isə tənqidi yanaşma var. İnsan bu mənasızdır, amma bu fikirdən qurtula bilmirəm deyir. Sayıqlama zamanı sabit və dəyişməz inanclar olur. Məsələn, kimsə məni zəhərləmək istəyir. Obsessiv kompulsiv pozuntuda isə obsessiv düşüncələr qəfil gəlir və itir, yenə təkrarlanır və narahatlıq yaradır. Sayıqlamada insan inanclarına uyğun müdafiə və ya qarşı tədbir görürlər. Obsessiv kompulsiv pozuntuda isə insan narahatlığı azaltmaq üçün kompulsiyalar edir. Yəni təkrar yoxlamalar, dua etmə, uzaq durma və s. kimi. Sayıqlama daha çox qəzəb, şübhə və qorxu ilə gedir. Obsessiv kompulsiv pozuntu isə əsasən güclü narahatlıq və günahkarlıq hissi olur. Sayıqlamada narahatlıq daha çox xarici təhlükədən qorxu ilə bağlıdır. Obsessiv kompulsiv pozuntu isə narahatlıq özünü kiməsə zərər verə biləcəyi düşüncəsindən yaranır. Sayıqlama pozuntusu daha çox antipsixotik dərmanlarla müalicə olunur. Obsessiv kompulsiv pozuntu isə əsasən antidepressantlar istifadə olunur.